ixtilaf deyilsə, Buradan da ixtilafsız Gördüm burada da öyle məsələlər. deyirəm. Küfə əhli şişələrdən nə gördürsən İbrahim başa? Sənin qardaş, sənin qırmızı işığı yoxdur axı, sənin yaşıl işıqdır, oxu. mən elə ixtilaf üçün gəlmişəm də bura. Başqa nə edirəm ki? Sən abul bitmə. Nə qaldı Həsənov? Bir dənə deyək, İbrahim başlasın. Kalır kardeşler. 15 tekerlekli 9 manat kalır. Hər 9 var, bir nəfər də vursun. 10 mat vursun, qutarıb geçsin. Allah muhafaza bərəkət. Bir daha üzr istəyirəm Bahəttin qardaş. İndi sədəqə işi də öz yerində. Allah bərəkət versin hər birinizə. İbrahim dünən bir dənə Əhməd ibn Həmbəlin müsnədinə mükəmməl bir daha hədis oxudu. Dostum, sədəqə var idi, aləm dəydi bir-birinə. Bir dənə oxusun, görək, mövsümdən də cavabı istəyirəm buna. Görək nə deyir. Mövsümdür ki, Əhməd gətir. Mövsümdür ki, Əhməd Elan gətirsə mənə tamamlandı. qəbulundur. Elan tamamlandı arkadaşlar. Elhamdülillah. Allah qardaşlara bərəkət versin. Amin. Allah Vahid, sizi isnə, sələsə, ərbəə, xəmsə. Ha. Sağ ol qardaşım. Sağ ol qardaş. Bunu oxuyum, onu da oxuyacağım. Çox qəşəng nəql idi. Özdə hər ikisi də Əhməd ibn Həmbəlin müsnədindən, səhih sənədlə. Səhih sənəd. Bax deyir. Bəli, səhih sənəd. Hamısı da Buxari Müslimin raviləridir. Maşallah. Başqa nə iradda olsa hamısına cavab verməyə hazıram. Bax, İbn Cəvzi Dəf-u Şübhədi Təşbih kitabında deyir ki, deməli, Aya İbn Ra'aytu min əshab. Aya Əhməddən oxuyuram dedin, getdin İbn Cövziyə. Məzələnsə? Bunu oxuyum, sonra onu da oxuyacağım da səbirli ol. Çox oxumalı şey çoxdur. Yaxşı aşiyə, yaxşı oxuyma. Deyir ki, وَرَأَيْتُ مِنْ أَصْحَابِنَا مَنْ تَكَلَّمَ فِي أُصُولِ بِمَا لَا يَسْمُ وَانْتَبَهَ لِتَصْنِيفِ الثَّلَاثَةِ. Deyir ki, bizim əshabımızda, mən gördüm ki, bizim əshabımızda 3 dənə zandıq var. Yəni 3 dənə məzhəbin adını batıran var. 3 dənə mövsüm var. Əbu Abdullah ibn Hamid və sahibuhul qadi. Yəni qadi kimdir? Qadi Əbu Ya'la. Və ibn Zəğbani. Bu Zəğbani də Həmbəllərdəndir. Təsənnufu kutubən şənu bihəl məzhəb. Deyir, onlar elə kitablar yazdı ki, məzhəbin boyun yerə soxdu. Və rəəytuhum qad nəzəlu ilə mərtəbətil əvvam. Ta ki, onlar tərcümə eləmə, düzgün tərcümə elə. İkinci dəfə başqa cür deyəcəm. düz tərcümə edirəm da qardaş, düz tərcümə edirəm. Deyir, onlar elə kitablar yazdılar ki, bizim məzhəbə ləkə vurdular, yara vurdular. Boynun yerə soxdu nədir? Sən niyə Azərbaycanın Ta ləkə vurdu, boyun yerə soxdu. Nə fərqi var? Yoxsun, deyən qoy dayısında, qoy oxusunu bölmə də. Hə. Deyir Oxu ki, da İbrahim, bir də özünü əlavə eləmə də, qardaş. Özünü əlavə eləmə də, ləpsə toxunma. Yaxşı, tövbə edirəm, əstəğfirullah Rabbi və atubu ileyh. Fəhəməlü sifəti alə muqtədəl his. Deyir, onlar sifətləri hissi olaraq həml elədilər. Fəsmi'u ənəlləhə təala xaləqə Adəmə alə surətihi. Fəəsbətu ləhə vəchən zaidən aləzzat. Onlar, deyir, bu məsələ ki var, Allah Adəmi öz surətində yaratdı. Onu eşitdilər, onun Allahın zatından əlavə bir üz, 2 göz, ağzı, dilçəkləri, dişləri oldu, dişləri olduğuna iman gətirdi. Əstağfurullah. Allah. Köksü, bax, ərəbcəsini oxuyum, deyir ki, aynəyni və fəmən və ləhəvət və ədrasən və ədvən li vəcihihi hiyə subuhət və yədəyni 2 dənə əli və əsəbiyə və kəffən və ibhəmən və sadran. Onun deyir, dişidir, damaqlarıdır, dilçəkləridir hətta, bududur, baldırıdır, 2 dənə ayağıdır. Bir buzu şeylər iddia elədilər. Amma İbn Cəvzi nə deyir? İbn Cəvzi də deyir ki, mən bunu... Hə? Məsələn, sən bu nə də oxuyursan? Vallahi qardaş, kim istəyir, bu skrin eləsin, açsın süni intellektə, süni intellekt tərcümə eləsin. Elimdən oxuyursanız, baxıram burada.
Mən bir şey maraqlı gəldi. İbrahim Əxi Turan burada, Turan şeyx necəsən? Burdadır da mənim şeyxim. Hoş gördüm. Sen dedikçe ben burada bakıram. Eyniyle okursan. Şey, bir İbrahim. dənə Bahəddin. Oğlum, deyim mən Bahəddin, bir gedirəm. dənə ekranı böyüt. Gedin. Qoy mən bir dənə bir söz deyim gedirəm. Çıxam işə. İbrahimin oxuduğundan mən bir səninlə başa düşdüm. Ha, İbrahim sən oxuduğundan bir səninlə başa düşdüm. Kardeşler 60 hazeyin gönderildi kart sahibine. Allah Allah razı olsun. razı olsun göndərən. Allah manıza bərəkət versin. Ruslan öz-özünə tövbə eləyirsən yerində. Yox, Allah qəsəsinə şifa versin. mən sənin oxuduqlarından belə başa düşdüm ki, Vahabilərin Allahı mənim. Estağfurullah. Deyən də gic danışma. Bir dənə tezdən oxu onu İbrahim. Bir dənə tezdən oxu, bir dənə xahiş Ben edirəm. Ruslan'a Hamı səslər bağlasın. Qoy bir dənə mən söz deyim. Bura bax, qardaşlar, Allah barədə istehza eləməyin. Təsvirləri ola bilər, amma Allah eyni Allahdır. Mən nə istəyirəm eləməyəm, məzələr sən elə Allah olur, dişi var, Allahın dişi var. Təsvirləri elə, qayda da. Bax qardaş, bir dənə də oxuyuram. Bir dənə gözlə ha. İbrahim bu kim yazıb? Bax İbn Cevzi yazıb, ya naxalqa atır, ya da ki düz deyir. İbn Cevzi deyir ki: "Və ra'aytu min əshabina men təkəlləmə fi usuli bima la yaslu." Ən axırına verin bax. Hə. Deyir ki: "Van tabad." Bir dənə İbrahim, mən səsi bağlayıram, hamı bağlasın. Bir dənə ekran kaydını hesab atarsan mənə bu yerin. Hə. Hə, tamam, başlayım. Bismillah. Ha, gözlə mən düşürəm aşağı. O diş söhbəti də indidən deyirəm sizə kaydınıza düşmək Düş sən. Düş, utandığından düşdük sən. İbrahim təzən oxuyasın. Utanmıram. Sən mən düşürtürəm. Təbil əhli Düşdüksən biabır oldu. Sən düş. Hə, hamı səsi bağlasın. İbrahim təzən oxu, bir dənə ekran kaydını mən atarsan. Başa düşmədim, ay İbrahim. İbrahim, etibarın acığını çıxırsan bundan. Ay qardaşlar, bu nə səs idi? Hə, başdan bir də oxuyuram. Bax, deyir ki: İbn Cevzi: "Və ra'aytu min əshabina men təkəlləmə fi usuli bima la yaslu." Deyir ki, mən gördüm ki, bizim əshabımızdan bəs kitab yazanlar olub, danışanlar olub, lit təsnifi sələsə 3 dənə. Əbu Abdullah ibn Hamid və sahibuhul qazi, yəni qazi Əbu Yala və ibn Zəğbani, bir də Zəğbani təsənnifu kutubən şənu bihəl məzhəb. Onlar elə kitablar yazıb ki, məzhəbin adına ləkə gətirib. Və rəəytuhum qad nəzəlu ilə mərtəbətil əvvam. Ta ki, avam insanların mərtəbəsinə qədər düşüblər. Fəhəməlü sifəti alə muqtədəl his və sifətləri elə həml eləyiblər ki, hissi olaraq. Fəsmi'u ənəlləhə təala xaləqə Adəmə alə surətihi fəəsbətu ləhu vəchən zaidən alə zat. Allah Adəm öz surətində yaratdı hədisinə, deyiblər ki, bu Allahın zatından bir cüzdür. Və əynəyni, onun 2 gözü var. Və fəmən və ləhəvət və adrasən və advən li vəchihi hiyə subuhət. Onun dişləri var, damağı var, dilçəkləri var. Və yədəyni 2 əli var. Və əsbə'i və kəffən və ibhəmən və sadrən və fəxizən və saqayni 2 dənə baldırı var. Və ricləyn 2 dənə də ayaqları var. Bütün bu sifətləri onlar neyiniblər? İspat ediblər. Yəni Əbu Yala onsuz da təşbih səhifə 97 Darul İmamun Nəvəvi. onsuz da bu Əbu Yala öz kitabında qeyd edir də şeydə Həddülillahda qeyd edir ki, yəni biz Allahda saqqalla, övrətdən başqa hər şeyi isbat edirik. Ardın da okusun da, ardın da bir kəlmə desin ki, orada Allah nə saqqalla. Maşanyana yaskırır rəsən, amma baş dediyin, zikr etdiklərini eşitməmişik. Axıra kimi oxusun. Bir də təzdən oxu, çəkmək də gedir qardaş. Təzdən oxu. Hə, davamını oxu İbrahim qardaş. Hə, deyir ki, və qalu mə səmi'nə bi zikri rəs. Amma deyir ki, biz eşitməmişik ki, onlar baş desin. Və qalu yacuzu ən yuməssə və yudniyəl abdə min zətihi. Və qalə ba'duhum və yətənəffəs sümmə yurdunul əvvəmə bi qavlihim lə kəmə yəqil.
Hə, deyir biz onun baş deməyini eşitməmişik. Sonra da deyir avamların ağlına gəldiyi kimi deyil, sözü ilə razı salmağa çalışan, yəni bu cür şeylərdən də danışır. Avam da onlarla razılaşıb, nəfəs alır da, nəfəs alır. Bəli, bəli, bəli. Nəfəs, bəli, bəli, nəfəs. Yətənəfəs. Ne danışıyorsun sen abi? Bu nedir? Ay subhanallah. Özdə hamısı da Ay, subhanallah. məzhəbin imamlarıdır. Bu Elhamdülillah. kaydeləsinlər cavab etsinlər. Abu Zeydgil oturup TikTok'ta şeyin yamanilərin danışığını kaydedip şeylərin adını itələməsinlər. Gəlin buna cavab verin görmə. Bu nədir ya? Vay 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 vay. Bu nədir ha? Subhanallah. Bu cövzi Zaten şey Allah'a iman edersen zahir. Bir şey kim, Şiye kim, Sünni kim yok. Bir avam kim. Sanki Peygamber Allah'ın cismini görmüyor. Estağfurullah sallallahu aleyhi ve sellem. Böyle iman edersen böyle şey ya. Ben öyle Allah bana lazım diyor. Estağfurullah Allah'ın cismi var. Allah'ın Dişi, damağı, nefesi, bu ne da? bir tane en üstün peygamber bizim sonuncu peygamberdir. Ondan bince tane hadis şahidi Ay İbrahim, bunlar niye tercüme eləmirlər? Cemaat qorxar. Yox, prosta Şiyələr mövsüm demişkən, Şiyələr İslamla tanış olanda qorxub qaçarlar da. Ha İbrahim bir şey soruşum. Bu cövzi İbn Teymiyye'nin tələbəsi olan cövzidir. Yo. Abu O Talib. İbn-i O İbn İbn Qayyimdir. Bax, Bu hansıdır? Mövsüm bir dənə Bu Abul Ferhat. bu Əbul Fərəc. Ha bu əşari olan deyil, əmi mövsüm bu. Yo, şəhər Baba deyil. nəvəsi də var. Baba nəvəsi Həmbəlidir qardaş, həmbəli. İqtida həmbəlidir, etiqadda, şariddə düz deyir də yetim. Qardaşım, bax, Ha, əfşarı olmaya laf belə Çinli olur. Bu təqdim elədiyi tanrı özünü təqdim elədiyi şey, o digərləri təqdim elədiyi Sizə ad təqdim. verən müqəddəsinizə biriniz hörmətlə, ilişmədən danışacaqsa danışaq. Biriniz o bir danışın. dənə bunu oxuyum, mən düşüm gedim, sonra danış. Bax, gözəl insan. Əhməd ibn Həmbəlin Benim kardeşimle danışarsan. Əhməd ibn Həmbəlin müsnədində, mövsüm bilən bunu deyim gedirəm. Oxu görək. Allah. Əhməd ibn Həmbəlin müsnədində deməli Xalid ibn Bəlidlə Əmmar bin Yasirin ixtilafı düşür. Xalid bin Bəlid Əmmar bin Yasiri incidir. Gedirlər Peyğəmbər sallallahu aleyhi və aleyhin yanına. Peyğəmbər aleyhissalatu vesselam buyurur ki, Əmmarı incidən məni incid. Əmmarla döyüşən məndən döyüşüb. Əmmara düşmənçilik eləyən məndən düşmənçilik eləyib. Əmmarın sahabəliyi sabitdir. Deməli 30296 nömrəli hədisdə 6-cı cild səhifə 128-də həm Əhməd rəvayət edir, həm də ki İbn Əbu Şeybə Əl-Müsənnəfində. Həddəsənə Yahya ibn Adəm qala həddəsənə Qutbə ibn Abdüləziz ənil Ə'məş. Bax, Yahya ibn Adəm Buxari Müslimin ravisidir. Qutbə ibn Abdüləziz də Qutubistənin ravilərindəndir. Ən Əmr ibn Murra, ən Salim ibn Əbilcəd. Hamısı Buxari Müslimin ravilərindəndir. Kətəbə əshabu Muhammedin sallallahu aleyhi və səlləm Ayba Osman fəqalə mən yəzhəbu bihi ileyh. Deyir ki, Muhammedin sahabələri Osmanın eyibləri barədə məktub yazdılar. Sonra dedilər ki, mən yəzhəbu bihi ileyh. Bunu kim aparacaq? Fəqalə Əmmar ənə. Əmmar dedi ki, mən apararam. Fəzhəbə bihi ileyh. Fələmmə qarahu qalə əğramallahu bi ənfiq. Əmmar onu apardı, Osman onu dedi ki, Allah səni zəlil etsin, burnumu yerə sürsün. Fəqalə Əmmar. Əmmar dedi ki, və bi ənfi Əbi Bəkrin və Ömər. Allah Əbu Bəkrin və Ömərin burnunu yerə sürsün. Mən burnumu yerə niyə sürtür? Sonra deyir ki, qalə fəqamə və vətihu həttə uşiyə aleyhi qalə və kənə aleyhi sən. Sonra Osman ayağa qalxdı, onu özündən gedənə qədər, huşu itirənə qədər tapdaladı və döydü. Əmmarın əynindəki köynək, kobud bir libas var idi, Əmmarın əynində, köynəyin də çatdılar əynindən. İndi sualım bundan ibarətdir ki, mən düşürəm, sonra danışarsın. Sonra da cavab verə bilərsən. Sualım bundan ibarətdir ki, Allah Rasulunun açıq dəlilləri, nasları var ki, sahabə Əmmar bin Yasirə qarşı ədalətli olub, Əmmar bin Yasirə qarşı izzətli olun, onu incitməyin.
Osmanlı O hökmü demək nədir? deyil, Əmmar qələt eləyəndə göz yumun. O demək belə. Əmmar burada bir qələt eləməmiş. Sən sahabəyə buna dil uzadırsan. Ay qardaş, xəlifəyə baş qaldıran neynəməlidir? Mən xəlifəyəm, sən dur Xəlifəyə söylə, baş- mən ağzımı cıraram səni. Xəlifəyə baş qaldırmayıb, eyiblərindən məktub yazıb. Adını Özü də o qoy. yazmayıb, o aparıb sadəcə. O yazmayıb, o aparıb sadəcə. Şeyx Sadıq peyğəmbərin eyiblərindən kitab yazdı. Bu eyib olmaq problem deyil, başqa şey deyirəm. Şeyx Sadığın o kitabını aç bir dənə qoy ekrana baxaq da. Keçən səfər şiələr özləri ki artıq yazıb o kitabı, sənin xəbərin yox. Bildim də o şiələr özü üçün deyir də. Sən bir dənə aç qoy ekrana baxaq o kitaba. Səhvun Nəbi kitabını qoy ekrana baxaq. Ammar söhbətidir, mən də yenə deyirəm, xəlifəyə baş qaldırıb tərbiyəsiz edib, onu döyüb. Tərbiyəsizlik nədir burada? Cavab ver görək. Durub şeyxə ilə dil uzatması, yaxşı edib. Neynəməlidir? Şeyxinə dil uzatmayıb. Deyir ki, kətəbə əshabu Muhammedun Aybən Osman. Osmanın eyiblərindən Məhəmmədin sahabələri məktub yazıb. Əmmar bin Yasir də rahimehullah onu götürüb aparıb Rəylərə Osmanın. bax. Həsənov, rəylərə bax. Yenə əli şiələrə əxlaq göstərir. Aşağıdan ehtiramla danışın. Artıq əsl. Yəni bu yazıq Əmmarı döyüb köyünün də əynindən çıxardıb niyə tapdalayıblar ki, qardaş bu sahabə deyil. Al kişi, bax bu dəqiqə. Ha İbrahim, bu amma cənnətlə müjdələnib ya yox? Cənnətlə müjdələnib, özdə əhli tevhid deyir. Cənnət əhlini tapdamaq olar. Bu şey mövsüm deyirdi ki, Osmanlı peyğəmbər cənnətlə müjdələyib, peyğəmbərin cənnət yoldaşıdır. Ona qarşı çıxan da kafirdir. Onu İndi bu kafir Əmmar görən cənnətlə kafirdir. Ay kişi, nağıl danışma. Əgər Əmmar cənnət əhlidirsə, bunu təpiyin altına salıb döyən də kafir olur ay Möhsən. Sizdə cənnət əhli bilirəm ilahdır, sizdə məsumdur. Bizdə ilahdır, xətası ola bilər. Xətası İlah deyir, prosta tapdalamaq olar. Deyəndə deyən, ay İbrahim, sən demədin ki Osman bin Əffan məsumdur? Mən yenə deyirəm ki, Osmana küfür nisbət edən kafirdir sizin kimi. Yox, sən demədin ki Osman məsumdur? Sən demişdi, deməmişdi. Allah mən damıram, sizin kimi bizdə şey yox da kişi, nə deyirlər onunla? Təqiyyə zad yoxdur Allaha şükür. Hətta demək sən dedin ki, argumentin buydu ki, Peyğəmbər cənnətlə müjdələb Osmanı, Osmana qarşı çıxan, ona təpiy vuran, ona qarşı Yox, rəflənən elə kafir. varına yoxdur, qeyrətsizdir, mənim payıma yalan deyə mən elə cümlə qurmamışam. Hətta buna oxşar cümlə qurmuşdun, nə Yox, belə bir buna deməli oxşar cümlə deyirəm ki. quran da qeyrətsizdir. Mən demişəm ki, Osmana kafir deyən kafirdir. Yox, Yox, mənim sözüm budur. Sözümün yox, kafir deməmişdin. Sən qarşı çıxan döyüşündən da kafir Osmanlı demişdin. küfürlə nisbət edən birbaşa kafirdir. Deyirəm Mən bir dəqiqə qulaq asın, yalan danışmada Hacı da şahiddir. Yalan Həsən sizin da əqidədə şahiddir. var, bizdə yoxdur. And ola aləmlər Rəbbinə Bahəddin düz deyir. Mövsüm fırlatma. Ay, Allahın dostu öyle yalandan dedi sizdə sen. Ondan yalandan artıq demişsən nisbət də də var. demişsən. Ay, Ayşe, ne vardı? Həsənov, Həsənov, şey atkilə istək, gəlsin bura Hacı şəhadət versin ki, görə deyib O da Hacı buradadır. Hacı Elmədin qalx yuxarı zəhmət olmasa. Hacı Elməttin olmuyor burada. Hacı Şamı çağır, Hacı Şamı. Allah biz oturan heç orada Həsənov yox idi. İndi Allah burada Hacı Hacı desən, bəsləyirsən sən. Ay, bilmişəm Basmada ilə verəsiz. kafedə ilə söhbət eləmişik onu. Ay, siz xana salanda mən özümü itirmirəm. Mən sözümün də ağasıyam. Hacının da yanında deyib, Hacı Şamın da yanında deyib. Və Hacı Şam ona görə buna, Hacı Şam ona görə buna dedi ki, sən kafirsən dedi. Bahəddin, ay Bahəddin. Yəni, Yaxada ağladılar ya hamısı fikir ver. Deməli Osman bin Əffana küfür nisbət eləyən olur kafir, düzdür? Ona da qarşı çıxan qələt edir, düzdür? Əliyə qarşı çıxan neynir bə? O da qələtdir. Döyüşənlərə deyirsən, qələt edirlər. Safdır da kim deyib ki düz eləyiblər? Sənin ağlın Şübhəydir, mənim əzizim. Bu nə şübhəydir, mənim əzizim. Bir dənə sənin ağlın dən Gəncəli Rasimə getdi qardaşıma mən deyim ki Ayşə zor edib, Əli qələt eləyib. Ha, ağzının danışığı bir o sözü heç ağzı gətirəndə belə. Ağzı açıqlayan bu da kişi mənim ki etiqadım bilmirsiniz. Özün nə Rasim? Tərbiyəsiz danışsana valla. Tərbiyəsiz sən olarsan, sən bir aşağı bax. Hamd olsun Allah. Tərbiyəsiz insansan sən. Məsum qələt elə Peyğəmbər arvadına dediyi sözə bax bunun, İmam Əli dediyi sözə bax.
Uşaq da buradan tərbiyəsiz. Rəsulun zövcəsini qulaq as. Bir dəqiqə. Allah Rəsulü Nasıl bir sallallahu aleyhi və nasıl? zövcəsi olsun, qız olsun. Nasıl ki nasıl? Vahabi ki Vahabi. Qardaş bir dənə səbirli ol. Qardaş, o deyirlər şiələr belə. And ol aləmlər Rəbbinə, şiələr Allah Rəsulunun zövcəsinin də, qızının da qeyrətini bu mislərdən çox çəkir. Və kimsə ağzına elə bir söz çıxartsa, qələt eləyir başından böyük. Nə olur olsun. Birinin ağzıma gələn deyirsən. Peyğəmbər arvadına. Osmana gələndə deyirdim məğlub. Yazdığı sözlərə baxayım. Normal sözünü dedim. Ay mövsüm, çıxmırsan bəhsə əzdim. Normal elmi müstəvidə sözünü dedim. Bu nə lazımdır ki, belə agresiya ilə danışmaq, yəni. Pis görsən, ne qıraqdan valla. Qalx yuxarı normal danış da, yəni normalda, agresiyasız danış. Belə normal nətər danışırıq biz, böyle danış. Suallara cavab ver, şübhət gətirdilər sağ. Saka. Bu normal necə danışsın ki, bu savcının yanında dedi ki, Osman məsumdur. Ona qarşı çıxan da kafirdir. Həsən da bunu işləyib, kafirdə olmamaq. Həsənov orada olmuyor be, yalan danışma. Kafirdə olan vaxtda Həsən demədi, 200 oturandakı Osman məsumdur. Valla mən mövsümdə, mövsümdə təqiyə yoxdur. Deyibsə deyəcəkdim. Saşa bir dənə səbirli ol. Bax, mövsüm bunu Nardada deyib. Oturmuşduq, hələ İqnat da oradaydı. Bir dəfə də kafedə basmaqda demişsən. Eyni bu söhbət keçir İqnatla mənim aramda. Mən yenə deyirəm, bax adamıq da imkan verin. Ayıbdır, stoykalı hərəkət eləyin. Xəlifəyə kimsə qarşı çıxırsa, Raşidi xəlifə etdiyi qələtdir, səhvdir. Özünüzü güya yalandan Ayşə müdafiəçisi kimi qələmə verməyin. Hamı burada hamını yaxşı tanıyır. Peyğəmbər zövcəsinin adını çəkmə burada 50-dən ikincisində. Münafiqlik eləməyin burada. Deyirəm sən Ay Həsənov, bir dəqiqə bunun Taşqonun ağzını oynayası deyil. Bu keşlədə sən mən oturanda bu adam demədi ki, Osman məsumdur, ona qarşı çıxan. deyil. Mən yenə deyirəm, Osman Məsumlu onu küfrdə nisbət edən kafir. Mən yenə deyirəm də, Osman Məsumlu ona küfr nisbət edən kafir. Və sizdə məsumluq yox idi, nə oldu? Məsum Peyğəmbər oldu. dua edib. Peyğəmbər deyib ki, Allah o günahını bağışlayıb, mən neyim? Yox, deyirdiniz bizdə məsumluq yoxdur. Ay şiə, deyirəm ki, Bu şiyələr deyilsə şirk eləyir. Bütpərəstilər. Məsumluq adam eləyirlər. sana imkan verər, yenə xana saldınız ya. Deyirəm ki, Danış. Peyğəmbər deyib ki, 3 dəfə dua elədi, Təbuk döyüşündən əvvəl. Ya Rəbbi, Osmanın gəlmiş keçmiş günahını bağışla. Duanı bitirəndən sonra dedi ki, nəfsi mənimdə olan Allah hamd olsun ki, bundan sonra Osmana heç bir şey ziyan vurmayacaq. Bu nə deməkdir? Osman bütün günahları bağışlanıb da. Belə kininizdən gəbərsəz də Osman günahları bağışlanır. Onda bildik də, onda eşlisən, onda şiyələrə gəlib demək ki... Şiyələr deyir ki, Əliyə ibadət eləyə bilərik, Əliyə namaz qıla bilərik. Yox, gör nədir, bir dənə bir söz deyil. Mən söz dedim, yalan danışma gözün içində kimi. Mən Necə oldu? Səndə, bir dəqiqə deyəndə necə olur? Səndə olanda, Osman məsum olanda zordur, bizdə İmam Əli məsum olanda Ay şeydir. sağ ol, əhsən. Bizdə Osman'a ibadət yoxdur. Ya Osman yoxdur bizdə, elhamdülillah. Əliyə ibadət yoxdur. Hər kim Əliyə ibadəti Allah ona lənət eləsin. Saşa, o özünüz biləsiniz. gözlə bir dəqiqə danışmayın. Saşa, ant verirəm aləmləri Rəbbinə, bax sənə. Bax, hədinlə məndə görmüsən elə şey. Siz şiəli təmsilirsiniz be. Allah and olsun yox. Saşa, indi deyəm. Vəssalam. Saşa, bu ikisi şiəli təmsil edir. Yox, gör nə deyirəm, yox. Yox. Ədalətli olaq, yox. Təmsil eləmir. Yox, kişi yox da, kişi şər şeydir, öyle Burada kim var İmam Əliyə ibadət eləyən? Burada İmam Əliyə ibadət eləyən kim var? Yuxarı qalxsın desin, biz onu təkbirliyə geçsin. Allah gördünüz, mən Bahəddinin etiqadını bilirəm qardaş Həsənovda. Həsənovdan Bahəddin qardaş. Mən dəfələrlə bu sözlər məyəndə deyil. Məsum olaraq dedin ki, Osman məsumdur, ona qarşı sən kafirdir. İndi ona qarşı da çıxıb, Əmmar Sab... Deyəm də qardaşım da, Əmmar da cənnət əhlidir, Peyğəmbərin müjdə verdiyi adamdır. Sünnidə, şiyədə mət edilmiş sahabədir hər kəs tərəfindən. Cənnətin də darıqdığı şəxslərdən biridir. Bu adamı təpiqin altına salıb döyür, deyirsən ki, əcəb eləyib.
Əmmar qələt eləyib. Gör nə Birincisi, qədər eşitmə. azmırsan, gör nə qədər yol Allah azmırsan dediyi sözlər şahiddir. var. Allah şahiddir. Bahəddin Rufonu Cahangiri yayıma qaldırmış, o küfrü yayılmasın. Ay sağ ol. bizə gəlib Etiraf qalır. elədiniz ki, Əliyə ibadət edənlər Amma- var. Bu getdi. Yo, Bu amma getdi. Rufo ilə Cahangir demir ki, biz şiəyik. Məsələ budur. Amma sən bunu bütün Yox, şiələrə ayda atırsan. bax, səbirli ol, həyəcanlanmayın. Etiraf gəldi, bunu qoyduq qırağa. Mən yenə deyirəm, Osmanı küfürdə ittiham eləyən kafirdir. Elm əhli var aramızda, siz qoyaq. İndi gəl nə qədər oxuyaq, Osman küpüdə kimi bu ittiham Ay, edir. imkan Qoy nə verin, qədər oxusa. rəhmət dinlə. Siz qışqıranda elə bilirsiniz, batilimiz haqq olur, nə olur? Abi şıkırmaya cemaat deyib sizi O qaçmayı. təkdir ha. Ya Osman'ı qaçmıram, amma bax, Sen o bunu- təkdir də, Bahəddin o təkdir axı. Ha, yayımdayım, Bahəddin o ha kişi, təkdir. Ona növbə həyəcanlanmayın. verin danışsın. Ha, Qoy həyəcanlanmayın. danışsın da, qoy danışsın. Birincisi Qoy mən qaçmıram. bir dənə sual verim də. Qoy mən bir dənə Saşa, sual verim. bitirim sonra, qulağa, bitirim. Mən neytralam da qardaş. Hə, Ay yaxşı Saşa, danışsan. bitirim deyirəm. Sonra. Birincisi mən sözümü həmişə demişəm, bunu ilk dəfə deyil deyirəm. Özünüzə əl atırsınız burada yalanca. Ay haray qoymayın. Birincisi yox, bu mənim dinimdir. Mən bu dindən şərəf duyuram. Kim buğz eləyir, kinli ilə Buna gəbərsin. batacaq səndə, sən bu dinində. Nə deyir? Yerə batacaq sən və sən bu dinində. Peyğəmbərə də o vaxt deyirdilər. Əbu Peyğəmbərə də söz deməyiblər. Peyğəmbər sənə kimi deməyib. Vallahi Osman- Peyğəmbərin sən Osman indi siz də Peyğəmbər bax, deməyib Osman Peyğəmbər o vaxt məsumdur. kişilərə təhqir edir. Peyğəmbər adına yalandan deyib cəmaatı aldatma. Peyğəmbər harda deyib Osman məsumdur? Harda deyib Osman O dua qarşısına nə deməkdir? kafir? O duanı izah elə. Bax sən 50 jest edirəm. 50. Ha, o duadan daha betərini əli üçün, Əmmar üçün, Səlman üçün, Abuzer üçün etdik. Saxla bir dəqiqə. O duanı izah elə. Ya Rəbbi, Osmanın gəlmiş, keçmiş günahlarını bağışla, izah elə. Mən etiqad eləməm bu hədisə. Allah Quranda deyir ki, gəlmiş, keçmiş, yox, hətta yox. Ayşə radiyallahu anhu nə deyir? Ey Allahın Rəsulu, sənin gəlmiş, keçmiş hər şeyin bağışlandığı halda niyə bu qədər istiğfar edirsən? Eyni Onun nəfsi müsələmə deyir, ay məl onun olsun, müsələmə müsələmə. fərqi yoxdur, olsun Ramilə, məsələ odur. Eyni ləfsi, Peyğəmbər barədə işlənən ləfsi, Peyğəmbər özü Osmanı işlədir. Peyğəmbər işlədir, Peyğəmbər adına yalan deyirsən. Sən Həqiqət indi bunu barmaq qabartmaya, sən bunu qabartmaya, sən buna cavab ver ki, sən necə Əmmara dedin, Əmmar qələt eləyib, Osman düz eləyib, Əqidən təpiyib. darmadağın olur. Oxu mən dediyim hədis. Mənim əqidəm sənə əqidən, dedin sözdə boynuma qoymaq olmur. Hansı söz hə? Ay qardaş, Raşidi xəlifəyə qarşı çıxan adam qələt eləyib, səhv eləyib. Kimdən? İndi Raşidi xəlifə Əliyə qarşılığında qələt eləyib. Qələt söyüşdür ki, başa düşmədim, səhv dedi. Ha, səhv. Yox, hər nədə o nə mənada desə o mənada Hamısı yapışdılar. kim olur olsun səhv eləyib sonra. Peyğəmbər zövcəsi qələt eləyib onda. Peyğəmbər özə səhv eləyib, məsumdur. Yasin elə qələt eləyib. Ay, sənin etiqadıma görə Ayşə Mariyanı şərləyib ki, şeydir, bic doğur. Sən ki Ayşə müdafiə etsən mənə? Aşıq sənin dinindən sənə dəlil gətirirəm, ilzam edirəm Sənin sənə. etiqadına görə Ayşə Mariyanı şərləyir ki, bic doğur. Bir dəqiqə deyəm. Mənim etiqadım deyil, sənin kitablarını nəql edirəm. Söhbətlər eləməyin də. Xahiş edirəm belə söhbətlər eləməyin də. Ay Möhsün. Bir dənə gözlər eləməsən, nə olar? Gözlər Saşa. İnsan nə qədər abırsız olar ki, aləmlərə rəhmət olaraq ən qeyrətli kişinin zövcəsinin adını 80 dənə kişinin içində çəkəsən. Sən nətər adamsan? Hətta lazım deyil də. Sensən. Qurban sizə belə söhbətlər eləməyin də qardaşlar. Allah üçün eləməyin. Nə olar? Ya sən düş gedirsən, sən bugün altın yaman vurdun ölsün, düş get ki nə qardaşım demə. Gözlər bahətdir. Bu nədir? Biriniz Peyğəmbərin qızının adını çəkirsiniz 50 dənə kişinin içində. Biriniz zövcəsi. Bu nə hərəkət edirsiniz? Utanmırsınız? Eləmə də, xahiş eləməyək də. Nə olar? Adam boş verin. Aləmlərə rəhmət üçün gələn Rəsulullahın, Peyğəmbər xanımların adını. qardaş, Rəsulullahın xanımlarının qardaşına da qızını durub nə bilim fikir eləməyin də, belə söhbətlərə qoşmayın, qadanız alın, danışmayın. Olduğunda kim, mövzunu kim gətirdi ora, kim mövzunu gətirdi, ağzına gələn bulaşdı, çıxdı getdi. And dolu aləmləri Rəbbinə sertifikat edib ki, xanım Ayşənin namusu burada hər şeydən üstündür. Hamımızdan üstündür. Aç kayıtlar var. Qoya burada danışır. Salam aleyküm. Ayət Salam aleyküm. aleyküm. Qardaşım, bu hakən təbrik edirəm. Bu şiə mətləbində məsumiyyət kəlməsi yığışdırıldı. Bu əhl-i sünnət də Osmanla Ömər Rızadı məsum xatdır ki, bu özü vaxtı deyil sizə müşriksiniz. Bu nətər oldu?
Allah hamd olsun deyirəm. Mən də deyirəm də Samir, ayrı vaxtı deyirlər ki, şiyələr müşrikdir, məsumluq nisbəti verir imamlara. Və sən də verdin də, burada Osmana verdin də, qardaş, niyə şiyələri qınıysan ki onda? Ki, deyirsən ki, sən müşrikdir. Bax, qardaşım, deməli Əz-Zəhəbi özünün Siyar-ı A'ləmin Nübala kitabında deyir ki, məsumluq peyğəmbər, siddiqlər və ədalətli hakimlər üçündür. Salih Əl-Fovzan Əl-Mustafid kitabında deyir ki, səhifə 294-də deyir ki, çünki onlar, yəni sahabələr bundan qəbir üzərində məscid tikməkdən məsumdurlar. Allah Subhanahu və Taala onları bütün çirkinliklərdən qorumuş, məsum pak qərar vermişdir. Həmçinin Əbi Cəmrə Əhl-i Sünnətin alimlərindəndir. Özünün Səhih Buxariyə verdiyi şərhində deyir ki, Allah Bədr əhlini məsum etmişdir. Onlarda heç bir günah sadir olmaz, baş verməz. Həmçinin İbn Hazim Əl-Fisal Fəl-Milal Vəl-Əhva Vəl-Nihal kitabında deyir ki, sahabələrin hamısı qəti olaraq cənnət əhlidir və onlar günahdan qorunmuş məsumlardırlar. Yəni, məsumluq təkcə şiyələrdə deyil. Allah, qardaş, onda mən sənə bir dənə söz soruşum da, olarmı? Deyim Samir, davam elə. Qoy başqa yanlış anlaşılmasın. Bax, yenə deyirəm. Başa bundan sonra qoymayın, şiyənin sınaqsınlar. Hadi gözünə sizdə Bildim, gör nə deyirəm. Bax, Allah'ın dostum, mən məsum etiqadına inancında deyiləm. Amma Möfsür, sənin Möfsür, burada elədiyin var, bu elədiyin xəta, sən bir də demə ki, şiyələrin onda bütü var, nə bilim, məsumlar var. Sizdə də var, bunlarda da var. Sən var, burada 130 nəfər var. Onların haqqı sənə halal olmaz. Bir dənə gör nə deyirəm, Ahmet. Bu sahabələrin hamısı məsum oldusa, bu Muaviyə də məsumdur. Hə? Bəli. Nəsə olacaqdı? İndi onun üçün bir hədis qoyublar da, ay Sami. Elə bir ki, qulaq asta. Kitabda yazıblar ki, Samir, vallahi kitabı istəsən verəm oxuyarsan. Allahın gülünmək sifəti. Orada bir dənə hədis gətiriblər. Deyir, 2 dənə mömin bir-birini öldürür. İkisi də gedir cənnətə. Ölən mömin deyir ki, buna sən burada nə gəlsin, məni öldürmüsən, burada nə işin var? O da deyir ki, bəs sən Allah üçün öldün, mən də Allah üçün öldürdüm. Ona görə ikimiz də cənnətə düşmüşük. Deyir, Allah da bunların halına baxıb gülər bunlara, deyir. Vay, bu nə bir şeymiş, hə. Yaxşı da, ay abi, baxar. Nə üçün sizi bunlar qına ayırdılar? 90'ya tutmuşdular. Nə üçün? Gəl bizə, qardaş, başqa şeydən danışmayın. Bax, nə bizə iraqtırsız sizdən çıxır, görürsən? Mən bir dənə indi belə deyə bilərəm də, ya masum. Sami, ay Sami, bax qardaş, Quburiliyi ömür boyu şişələrə dedilər ki, qabır yalayan. Özlərindən çıxdı. Allah'ın da olsun bizə bir dənə səyi nəqil yoxdur barədə. Ömür boyu dedilər ki, şirkən, hamısı sözündən çıxıb, ay Sami. Ya bu çıxdı, ya masum. Həmçinin Əz-Zəhəbi Siyar-ı A'ləmin Nübalada 9-cu cilddə səhifə 90-da deyir ki, bəzi bölgələrdə xüsusilə Şam əhli arasında, ərəbcəsini qoyub ekrana oxuya da bilərəm. Deyir ki, bəzi bölgələrdə xüsusilə Şam əhlində Bəni Ümeyyə tərəfdarları arasında xəlifələrə məsumluq nisbət edilməsi fikrinin mövcud olunduğu açıq bir məsələdir. Bu, onların xəlifələrin qərarlarının həmişə doğru olduğuna inanmalarından irəli gəlirdi. Yəni, Bəni Ümeyyə, Şamlılar etiqad edirdi ki, xəlifələr məsumdur, onlarda ismət var. Elhamdülillah. Allah bərəkət versin, qardaşlar. Bərəkətli yayım oldu, ifşa elədiniz Nasibin mövsümü. Yəni mövsüm, sənlə Rasim eyni hökümdədir. Bir də o şeyxiniz var, mürşid.
Bunların iradı size haklı da kardeşim. Yani incime. Yani bunlar iradlarında haklıdırlar. Yine derim ama ben məhsum inancında değilim. Ama sen bunları ki iddiam edirdin ki 14 büyük, 14 tane məhsum belə elə. Yani sen özünde məhsum inancındasın kardeş. Sen de burada Həzrət Osman'ı məhsum elədin. Və deyirdin bunlar putpərəstdir. Həmçinin İbn Teymiyyə Minhəcü Sünnə Nəbəviyyə kitabında deyir ki, 4-cü cilddə səhifə 41-də deyir ki, həqiqətən Əhl-i Sünnə Əbu Bəkir və Ömərin Əlidən üstün olduğunu və onların məsumluğa Əlidən daha layiq olduqları mövzusunda ittifaq ediblər. Əgər məsumluq mümkündürsə, həqiqətən məsum Əbu Bəkir və Ömərdir. Elə demir, düzgün tərcümə elə. Elə demirsə sən düzgünün de, biz düzgünün qulaq asaq. Ərəbcə oxu tərcümə elə indi o səni tərcümə. Aç kameranı oxu tərcümə elə. Yaxşı, bax. Deyir ki, məsum olmağa daha layiqdir. Bəli, bu düz deyir onu. Məsumlu olsaydı kimsə, Peyğəmbərdən sonra Bəkir elə. Və deyirsən səhv tərcümə eləyirsən. Yox, ola bilərdi başqa, məsumdur başqa. Olsaydı bəli, olardı. Pes palesdir. Amma məsum daha layiqdir. Ay Bahar, bir dənə də söz soruşum, mən susub dinləyirəm sizi. Dədə, bu sizdə 12 imam məsələsi var da. Bu Əhl-i Sünnə niyə imam qəbul edə 12-cini gözləyirlər? 12-cini. Niyə? Niyə olsun? Rəhmət olur, siz gözləyirsiniz bu şiyələr, Əhl-i Sünnə niyə imam gözləyirlər? Kimi gözləyib eləməyək. Ağlın özünə getməsin sənin. İmam gözləyir, necə yəni imam gözləyir? İmam Mehdini gözləyirlər. Cavab belə deməkdir. İmam Mehdi. Hətta Əz-Zəhəbi deyir ki, Legion qardaş, Əz-Zəhəbi yox, Əl-Albani, müasir alimlərdən mücəddidlər. Əl-Albani deyir ki, Mehdinin varlığını, Mehdini inkar eləyən kəs Allahı inkar eləmişdir. Əl-İlahı inkar eləmişdir. Mənə bax, bu Əhl-i Sünnət hədislərində var axı, Peyğəmbər deyir ki, mənə oxşayan, mənim nəslimdən, mənim soyumdan gələn, hətta Məryəm oğlu İsa da onun ardından namaz qılacaq. Bu nətər olacaq bəs? Niyə imam gözləyir bu Əhl-i Sünnət? Yoxdur axı imam. İndi gözləyir, məsələyə öyrədir. Allahla İmam Mehdin gördün necə müştərək sifət verdi ki, Mehdinin inkarını Allah inkar eləyib, dadan. Vay dədə. Yox, maraqlısı bilsən nədədir? 7-yə kimi qalxa bilirlər. 7-dən o tərəfi yoxdur. Hətta olur da elə hamısı imamdır. Səbir olur. Siz də elə məscidə tatan İmamdır. Mən Əhl-i Sünnətin imamlarını açıb burada oxuya bilərəm. İbn Həcər özünün Fəthül Bari bir şərh-i Səhih Əl-Buxari kitabında 13-cü cilddə səhifə 357-də İbrahim söz danışır. 12 imamı sayır. 12 imamın içinə kimlər daxildir? Mərvan ibn Həkəmdir, Yezid ibn Muaviyyədir. Ümumiyyətlə Yusuf ibn Həccac. İbrahim, bugün desən dolu gəlmisən amma Yezid hara, imam hara. Mərvan açıb Müslümdə yoxdur qalbası. O sayır da o. Yox, Müslümdə kimdir? Nədə gözləyə gör kimdir? Kimdir? Yusuf ibn Həccacdır, Yezid ibn Muaviyyədir və s. və s. Yəni açıb oxuya bilərəm, yəni qardaşlar. Mən oxuduğunu, belə bir təklifim var. Mən onunla razılaşmıram. Amma əhvən işlərlə götürsək ki, məsəl üçün şiyələr yoxsa Həccac, mən deyəcəm ki, Həccac. Bildin nətər? O vaxtdan 12 imama salmaq olar. Yox, Peyğəmbər İbn Həcər deyir ki, Allah sənə hədrini Yusufla gətirsin şeyə. Amma belə tək başına qardaş qəbul eləmir. İbrahim, sən Kamal İbrahim. Bu füzülə adı neydi? Fəttah idi, neydi bu? Ay qulaq as, ay Bahəttin. kimin qardaş? İfadeleri hardan getir çıxardı İbrahim? Sən məni. Bu hökmdə getdin ha, Kamalə güləşli səndən əfsəldir, təsəvvür elə. Yəni o vəziyyətdə. Kimdən əfsəldir? Kamalə güləşli. Qardaşlar, mənə Mənim əfsəlimdir.
Mən mövsümü bu şübhədən çıxardıram, mövsüm. Mövsüm, bunu denən əzim. Denən sizdə də var, bizdə də var. Söhbət bağlansın mənim əzim. Deyərlər ömrü boyu mənim sözümlə şübhəyə düşən adam da bunlar kimdir mənə şübhəyə salan? Məsələn, Sən canına şübhəyə mövsüm kim şübhəyə salmısan? Allah hamd olsun indiyə kimi rahat bir 50 nəfər müsəlman eləmişəm, Allah həmd olsun. Yazıqlar, sənin sözünlə şübhəyə düşüblərsə, vay onların alına. Şübhəyə düşdükləri haqqı biliblər. İndiyənə qədər, səni tanıdığımdan indiyənə qədər bir dəfə yaxşı söz dedin. O da bayaqları Cəfərova nə dedin? Uşaq, nə bilim, diş çəkmə. Bir də onu təkrar elə. Hansı teman deyirsən, yetim yadıma masal deyil. Cəfərova dedin, səni elə ağladacağım ki, uşaq vaxtı dişi çəkmək nəsə məsələsi. Hə. Dedim ki, bir dənə seryozu söhbətdə fikir bildirsən, səni elə qışqırdacam ki, uşaq vaxtı dişini çəkəndə belə qışqırmıyırsan. Sənə xoşuna gəldi. Bahattin, gələndə bir paçka siqaret verərsən buna. Bir dənə səbir elə. Ay Bahattin. Səndən bir söz soruşmaq istəyirəm abi. Adil gələm yanma usta. Bu əhl-i sünnətə görə Peyğəmbərin nəsli hələ davam eləyir, yoxsa necə? Ha. Hardadır ki? Biri mən, müsəlman Seyid. Hə? Əlhamdülillah. Kimsə nə dedi ki? Necə kim mən? Kimsə sən deməlisən, başa düşmədim. Bu sənə kim dedi ki? Kim deməlidir ki? Peyğəmbərin qan qrupu neçə idi? Biz qrupla getmirik deməli. İslamda imkan var da, imkan verir öyrədirəm. Şəxsiyyət vəsiqəndə qan qrupu yazılıb, Peyğəmbərdə yazılıb. İmkan verir öyrədirəm. İslamda şəcərə ilmi deyə bir şey var, şəcərə ilmi. İslamda qan qrupuna baxmırlar, nə bilim, başqa analiz vermirlər, pis-pis danışdırma mən burada. Şəcərə ilmi bilir o. Hə, yox, şəcərə bu şeylərə gəlir. Bir dənə bunu da oxuyum, düşürəm. Deməli, Cəə fi Fəthul Bari bi şərh Səhih el-Buxari li Hafiz ibn Həcər el-Əsqalani. Deməli, İbn Həcər el-Əsqalani Səhih el-Buxarinin şərhində deyir ki, 13-cü cild, səhifə 357, bəzi nəşrlərdə 227-də. Deyir ki, Bə'də zikri əqvalə əhlil imə qalə əxrəcəs səlisu min vucuhi qadi. Deyir ki, elm əhlinin rəylərində 3 dənə görüş var. Bunların ən doğrusu Qazi İyazın irəli sürdüyü görüşdür. Kulluhum yectemiu aleyhinnəsu və idənu zalikə. Deyir, hamısının ətrafında, o kəslər ki, onların ətrafında insanlar ittifaq eləyər, o kəslər nə olmalıdır? Rəhbər olmalıdır. İndi rəhbərlər kimdir? Deyir ki, onların əvvəli Əbu Bəkirdir. Sümmə Umar, sümmə Osman, sümmə Ali ilə vəqəə əmrul həkəmeyni fissiffin. Sonra əlidir ki, Siffin hadisələri olana qədər. Yəni, fəsummiyə Muaviyə yevmə izin bil xilafət. Həmin gün Muaviyə də xəlifə adlanırdı. Yəni, Əbu Bəkirin, bir dənə qardaş, bitirim sonra da, qurbanım, bir dənə bitirim sonra. Hə, sonra kimdir? Sonra kimdir? Baxın, qardaşlar, diqqətlə xəlifələrə baxın. Bəl qutilə qablə zalikə sümmə ləmmə mə'tə yezid vəqaul ixtiləf. Deyir ki, Hüseyin Yeziddən əvvəl şəhid oldu. Li'alə Abdülməlik İbn Mərvan, birinci Yezid, birinci Əbu Bəkir, Ömər, Osman, ixtilaflıdır Əli, ixtilaflıdır Həsən, sonra Yezid ibn Muaviyə, sümmə Abdülməlik ibn Mərvan, Abdülmalik ibn Mərvan, sonra Abdülməlik ibn Mərvanın ətrafına toplanana qədər Əl-Valid, sümmə Süleyman, sümmə Yezid, sümmə Hişəm, tarixin cinayətkarları da diqqətlə qulaq asın. Sümmə Ömər ibn Abd